Deməli, buradakı sözlər hansıdır? A variantı basketbol. Hı -hı. Bəli. Beyzbol, voleybol və handbol. Bunlar idman növləridir. Cavab olur bostan sözü. Cavab olur bostan. Digərləri idman növləridir. Bu tip uzun bölmə suallarında biz nə edirdik? Demişdik ki, həmişə xəttin üstündəki ədədlərə baxmalıyıq. Xəttin üstündəki ədədlərə. Yəni, bax, bu xətlər var ha. Bunların üstündəki ədədlər bizim üçün rol oynayır. Bu nə deməkdir? Bax, bilirəm ki, PL, bu, bu və bir də bu. Bunlar necə alınıb? Bax, bunlar P-lin misilləridir. P-li Z-ə vuranda PL alınıb, P-li elə vuranda bu alınıb, P-li K-ya vuranda bu alınıb, P-li də elə vuranda bu alınıb. Bunu yazdıq. İndi, bax, bilirəm ki, P-li Z-ə vuranda PL alınıbsa, deməli, Z 1-dir. P-li 1-ə vuranda öz eləyər də. Z-imiz oldu 1. Sonra bax, burada X neçədir? S-dən X çıxanda S özü alınıbsa, S-dən ancaq 0 çıxanda S alınar da. Deməli, X 0-dır. Bax, Z 1-dir. X-lar da 0-dır. Bu oldu 100. 100 necə alınıb? PL-in elə vurulmasından. PL elə vuranda olub 100. Nəyə vuranda 100 eləyər? Tutalım 20-ni 5-ə vursan 100 eləyər. Amma o niyə ödəmir? Bura 20, bura 5 ola bilməz. Səbəbi nədir? Axı 0 bizdə el yox, X idi. Bunlar fərqli ədədlərdir axı. Deməli, 20 vur 5 deyil. Onda avtomatik 25, 25 vurulsun 4 olur. 25 vurulsun 4. Erdə oldu 4. 25-i 4-ə vuranda olacaq 100. Bu tapıldı. Ondan sonra bax bilirəm ki, bu yığılı var ha. Yığılı necə alınıb? Yığılı alınıb bunun P-lin K-ya vurulması ilə. 25-i nəyə vursam 2 rəqəmlə əldə eləyər. K 1 ola bilməz. Çünki 1 Z-dir. K 2 olsa, K 2 olsa. K 2 olsa problem olurmu burada? 25-i 2-yə vuranda eləyir 50. Burada problem var. 55 olmalıdır. Nə olmalıdır? Hə, Ayşə həm L5 olmalıdır Ayşə, həm də burada L0 olmaz. 0 bizdə X-dir. Heç nə. Deməli, K2 ola bilməz. Çünki 2 olanda burada səhv düşür. L5-dir, burada gəlib 0 olur. K onda ancaq 3 ola bilər. 25-i 3-ə vuraram, olar 75. Hamısı tapıldı onda. 75, yəni bu 5-dir, bu da 7. Toplayanda olur 12. Yəni bax, birinci burada Z-in 1 olduğunu tapırsan, sonra S-dən X çıxanda S eləyirsə X 0-dır, X 0-sa bu olur 100. 25-i 4-ə vuranda 100 eləyər. Bundan sonra zaten bir dənə qalır K-nı tapmaq. K-nı da tapan kimi yığılanlı hər ikisi tapılır. Bu olacaq belə. Deməli burada. Birinci başlayıram buradan. Düsturu buradadır. A-nın yerinə 3, B-nin yerinə 2 qoyuram. A 3-dürsə, 3 vur 3 olur 9. B-də 2-dir. Sən 3 telefon 2-ni tapmaq üçün 9 disk 2-ni tapmalısan. Mən 9 disk 2-ni hardan tapmalıyam? Aşağıdan. A-nın yerinə 9, B-nin yerinə 2 qoyuram. A 9-sa yenə A 9-dur. B 2-dirsə 2 vur 2 olur 4. Mən 9 disk 2-ni tapmaq üçün 9 kitab 4-ü tapmalıyam. 9 kitab 4-ü hardan tapacağam? Aşağıdan. A-mız 9, B-miz 4. 9-dan 4 çıxıram. 5 kvadratı olur 25. Deməli, birinci mötərizəmiz 25 oldu. Keçirəm ikinci mötərizəyə. Düsturu buradadır. A-mız 8, B-miz 2. A 8 isə yenə A 8-dir. B 2-dirsə 2 vur 2 olur 4. 8 disk 2-ni tapmaq üçün 8 kitab 4-ü tapmalıyam. 8 kitab 4-ü tapacağam aşağıdan.
A8, B4. 8-dən 4 çıxıram 4, kvadrat olur 16. Buranın cavabı oldu 16. İndi mən 25 ilə də 16-ya təzədən kitabı tətbiq etməliyəm. Yəni bu dəfə A 25-dir, B bu dəfə 16-dır. 25-dən 16 çıxırsan 9, kvadratı da olur 81. Olur belə. Çətin deyil, sadəcə biraz bu əmsallara zada fikir vermək lazımdır. 4-də hansı sözlərdir? Yani bir kuratordu, iki direktordu. Hı -hı. Kurator, direktor, bəli. Y variantı ekvator, C variantı novator, D isə repetitor. Bunlar kurator şeydir, layihə rəhbəri. Direktor məlum məsələ, novator yenilikçi götürən şəxs, repetitordakı müəllim. Bunlar hamısı peşədir, cavab ekvatordur. Ekvator şeydə meridian, de budur, ekvator. Bu xətt. Deməli, kurator, direktor, novator, repetitor. Bunlar peşədir, ekvator isə cansız bir şeydir, yəni meridiandır. Baxırıq buna. Bizə deyir ki, kitab rəfinə ensiklopediya qoyulub. Ensiklopediyanın bir tərəfinə 5 dənə dərslik aşağıdakı şərtlərlə yerləşdirilməlidir. Ensiklopediyanın bir tərəfinə 5 dərslik qoyulub. Sən istəyirsən ensiklopediyanı bura yaz, 5 dərsliyi belə yaz. Ya da istəyirsən ensiklopediyanı bura yaz, 5 dərsliyi onun soluna yaz. Fərqi yoxdur. Gəl biz bu birinci metod kimi gedək. Fərq eləmir də yəni. 5 dənə dərsliyi 1, 2, 3, 4, 5. 5 dənə dərslik düzdür. Dərsliklər də bunlardır. Riyaziyyat, tarix, kimya, fizika və biologiya. Bu şərtlər daxilində. Deyir ki, tarix və fizika dərslikləri arasında bir dərslik olmalıdır. Mən tarixlə fizikanın arasında nəsə olmalıdır. Yəni bu nə deməkdir? Tarixlə fizikanın arasında nəsə olacaq? Ya bu belə olmalıdır. Ya da ki, belə. Fizika, tarix, arada nəsə. Mən bilmirəm axı ensiklopediyaya tarix daha yaxındır, yoxsa fizika daha yaxındır. Onunla bağlı hələ ki heç bir məlumatım yoxdur. Sonra deyir ki, fizika dərsliyi ensiklopediyaya kimya dərsliyindən daha yaxın yerləşdirilməlidir. Fizika kimyadan daha yaxında olmalıdır. Ensiklopediya mən solda yazmışam axı. Deməli, fizika kimyadan solda olmalıdır. Bax, bunu belə yazıram. Fizika kimyadan daha solda olmalıdır. Bunlar yapışıq da ola bilər, bunlar arasında nəsə də ola bilər, onu bilmirəm. Tamam, bunlar arasında ola bilər nəsə olsun, yaxud ola bilər yanbayan olsun. Amma bilirəm ki, ümumi olaraq kimyanın ümumiyyətlə sol tərəfində olmalıdır, fizika sağ tərəfində ola bilməz. Fizika ensiklopediyaya daha yaxında olmalıdır, kimyaya nəzərən. Deyir ki, riyaziyyat dərsliyinin bir tərəfinə ya fizika ya da kimya qoyulmalıdır, riyaziyyatın bir tərəfinə. Yəni, bax, riyaziyyatın bir tərəfinə ya fizika olmalıdır, ya da kimya. Riyaziyyatın bir tərəfinə ya fizika olmalıdır, bir dəqiqə, ya da kimya olmalıdır. Ya fizika, ya da kimya. Bunu həmçinin belə də yazıram da. Bəlkə riyaziyyatdan əvvəldir bunlar. Riyaziyyatın bir tərəfinə ya fizika olmalıdır, ya da kimya olmalıdır. Bunu dəqiq bilmirəm. Ya bu ehtimaldan biridir, ya da bu ehtimaldan. 4 dənə versiya var. Bir də belə suallarda bəzən ümumi əsas şərti bizə axırda verir. Deyir ki, ensiklopediyanın yanında ilk olaraq tarix yerləşdirilibsə, buraya yazıram tarix.
Onun yanında hansıları ola bilər? Yəni bax bizdən buradakı kitabları istəyir. Bura əgər tarixsə, onda burada bilirəm də bu şərt doğrudur. Bu şərt yanlışdır. Çünki tarixdən əvvəl fizika zoologiya ola bilməz. Ən birinci tarixdir. Tarixdən sonra deməli bir dənə boşluq, buranı bilmirəm. Zaten bizdən buranı istəyir. Bundan sonra bilirəm ki, fizika. İndi mən bilirəm axı fizikadan sonra gəlməlidir də kimya. Kimya hə burada da ola bilər, burada da ola bilər. Yəni kimya ya buradır, ya buradır. Heç vaxt bura kimya ola bilməz. Bizdən buranı istəyir axı. Çünki fizika kimyadan solda olmalıdır. Fizika buradadırsa kimya qalır ikisindən birinə. Fizika deyil, kimya deməli bura ola bilməz. Bax buradan kimyanı çıxıram variantlardan. Həmçinin fizikanı da çıxıram. Bu nöqtə fizika ola bilməz də fizika sağdadır. Ya riyaziyyatdır, ya da riyaziyyat və ya biologiya. Riyaziyyat onsuz da mütləq doğrudur. Bax, məsələn, bura yazsam riyaziyyat. Bu şərt ödəyir də riyaziyyatın bir tərəfində fizika kimya. Qalır bizdə nə? Biologiyanı, kimya. Bunu ki bilmirsən, belə də ola bilər. Biologiya burada, kimya burada ola bilər. Yaxud belə də ola bilər. Kimya burada, biologiya burada ola bilər. Burada sıxıntı yaranmır. Bir dənə qalıb problem biologiya. Gəlin bura biologiya yazaq görək nə göstərir. Mən bura biologiya yazsam, fizikadan deməli bura nə qalır? Riyaziyyatla kimya. Mən bura riyaziyyat yaza bilərəm. Bura kimya yaza bilərəm. Yaxud bura kimya yaza bilərəm. Problem yaranmır da burada. Yəni burada şərtlərin filan pozulmur. Deməli məsələ nədir? Bu yerdə həm riyaziyyat ola bilər, həm də biologiya ola bilər. Heç birində sıxıntı yoxdur. Zaten buralar dəqiq tapma olmur. Bura zaten səndən buranı soruşmur, siz buranı soruşur. Yəni bu ola bilər, yoxsa ola bilməz. Verilən şərtləri düzgün yazsın, elə də çox çətin bir sual deyil bu. Burada nə olar? Bunu şifahi tapmaq çətin ola bilər biraz. Bax, bu vərəqdir. Vərəqi bir dəfə belə qatlayıb. Yəni, buradan bura qatlayıb. Alman bu vərəqi də, bax, buradan bura qatlayıb. Bax, bu hissəsini qatlayıb aşağı. Və kəsiklər açıb. İndi biz normalda bunu açmalıyıq. Biz bunu birinci yuxarı açanda, bu yuxarı tamamlayanda. Bax, nağd olaraq burada yarım dairə yaranır. Bütün variantlarda dairə var. Misal üçün, bax, bu sualı belə deyim də, atmaq bilirsiniz necə olar? Bax, heç vaxt D atmayın. Bilirsiniz niyə? Bax, 4 dənəsində görürsünüz bu var. Bir dənə D-də yox. Deməli, D yanlışdır. Ola bilər ha, səhv çıxsın, amma böyük ehtimalla bu üsul, yəni 99% tutur. Çünki burada həqiqətən bu fiqur olmalıdır. Bax, misal, bunu indi bax, bu vərəqi, bax, sırf bu vərəqi mən, bu vərəqi neynirəm? Bu vərəqi yuxarı açmalıyam. Bu vərəqi yuxarı açanda bax, paxlava gəlib tamamlanır burada. Zaten bütün variantlarda paxlava var. Bu xəttim gəlib düşür bura. Bir-birinin güzgü əks olur da. Bax, bu xəttim, bu kəsiyim. Gəlib düşəcək bura belə bir formada. Ondan sonra, daha doğrusu bir tık aşağıdan, belə. Bax, fikir verin, bu, görürsünüz, bunun yarımçığı düşür də yuxarı. Bax, bunun yarımçıq hissəsi gəlib düşür yuxarı. Təxminən belə bir şey. Bax, bu hissə zaten bütün hamısında var. Axırda sən bana neynəməlisən? Bunu, bax, bu üç bucağı bura açıb tamamlamalısan da, düzdürmü? Bax, bu üç bucağı biz açıb tamamlayanda bu yana, bax, bu fiqur, görürsən, opşi axırda gəlib bura düşməlidir. Belə bir şey. Bunun əksi bura gəlib düşməlidir. Görürsən, D-də ona görə onu yanlış veriblər. Deməli, D-ni zaten çıxmışıq. Fərqli olan nə var? Bax, bu arada bu yuxarılarla bağlı olsa sıxıntı yoxdur. Yuxarılarda hamısında eyni şeydir. Bir dənə yuxarıdan nəyi çıxa bilirik? D-nə yeni də çıxıram. Çünki dedik axı, bax, bu xəttin əksi gəlib bura belə düşməli idi. D-də düz verməyiblər. Həm də ki, bir dəqiqə. Burada, bax, bu var ha, bu hissə.
Bu hissəni sən götürüb bax belə açmalısan. Bu dairəm gəlib tamamlanır. Aha. Bu fiqurum gəlib bura tamamlanır. Belə bir şey. Bu fiqurum gəlib burada olmalıdır. Bax B-də o hissəni verməyiblər. Çıxdı. D-yə də çıxmışdıq zaten bu şeyə görə, buradakına görə. Bu üç bucağım gəlib burada olmalıdır. Zaten hamısında var. B-də yox idi. Onu da sildik. Bax bu fiqurun əksi gəlib bax bura belə düşməlidir. Səbəbi nədir? Çünki bax bu fiqur var ha, bax bu yarımçıq olan, bu kvadrat kimi. Bu yuxarı açılanda bu özü gəlib düşür. Sıxıntı yoxdur. Amma bu hissəsi belə qalır da burada. Bax bu fiqurun bu hissəsi bu cür qalır. Bunu da aşağı açanda bunun əksi gəlib belə olur. Bu yəni ümumi fiqur ola bilməz şeydə, bu hissələrdə. Bunun özü yəni tam yuxarı tam açılmalıdır bu formatda. Biraz çətin sualdır bu arada bu. Ona görə bax bunu da çıxırsan. İki variant arasında qalıram. Fərqli olan nədir bunlar arasında? Deyək bax bizdə axı dedik axı bu fiqur belə olmalıdır. A bəndi olur cavab. Uzağı belə çətin olanda nə edirsən? A bəndini götür böl bu cür. Bax birinci bilən ki bu cür qatlamışam. Yəni belə, belə. Bax bu hissə bir də bunu da aşağı qatlayanda bu da gəlib düşür bunun üzərinə. Və həqiqətən bu fiquru aşağı qatlayanda bax paxlavalar bir-birinin üstünə düşür, dairələr. Bu fiqur da gəlib bunun üstünə düşür. Düz gəlir. Bunun da kəsiyi qalır burada. Bunu axırda bax bu fiquru bu yana qatlayanda həqiqətən bəli, bax bu fiqur gəlib bura düşür. Bu bura hər şey burada simmetriya ilə qorunur. Prosta biraz tapmaq bu sualı bir tık çətindir. Bu sualı tapmaq o qədər asan deyil. Amma yəni atanda atmaq olur. Yəni misal bax 4 dənəsində bu var. D-də bu yoxdur. Bunu çıxarsan. Misal üçün başqa nə var tutalım. Bax 4 dənəsində görürsüz bu çıxıntı var. B-də yoxdur. Bunu çıxarsan. Bax o 4-ün birə qaydası bu suallarda tutur. 4 dənəsində var, bir dənəsində yoxsa o səhvdir. Bir dənə olan səhv. Olur belə. Hə, ay sol, bəli. Bax həmçinin bu hissə də var. Bax bu hissə 4 dənəsində var. Bir dənə burada yoxdur. Bu səhvdir. Ən misalda bu cür. Zaten kəsimlərdə imtahana həmişə düşmür. Axırıncı imtahana düşməmişdi. Burada belə bir möhtəşəm bir sual var. Bizə nə deyir? Deyir ki, vakant iş yerinə qəbul olunmaq üçün sənəd qəbulunun ikinci günü birinci günlə müqayisədə 5 dəfə çox kişi və 2 dəfə çox qadın müraciət etdi. Və sənəd qəbulunun ikinci günü 5 dəfə çox. Bax, birinci gün var bizdə. Bir də ikinci gün var. Bunu ayırırıq. Bir tərəfə kişiləri yazacam, bir tərəfə qadınları yazacam. Birinci gün, ikinci günlə müqayisədə 5 dəfə çox kişi, 2 dəfə çox qadın gedir. Məsələn, birinci gün K qədər kişi, Q qədər qadın gedibsə, ikinci gün dedik, birinci günlə müqayisədə 5 dəfə çox kişi gedib. Yəni ikinci gün gedib 5K, kişilərin sayı olub 5K, 2 dəfə də çox qadın gedib. Qadınların da sayı olub 2Q. Həqiqətən ikinci gün birinci günlə müqayisədə 5 dəfə çox kişi, 2 dəfə çox qadın gedib. Deyir ki, həmin gün müraciət edənlərin ümumi sayı 41 nəfər oldu. Həmin gün deyəndə söhbət burada ikinci gündən gedir. Deyir axı, bax, ikinci günü falan şey oldu və həmin gün. Yəni ikinci gün ümumi gedənlər 41 nəfərdir. Yəni 5K-la 2Q-nın cəmi o bizə nə verməlidir? 41. Və bu ikisinin cəmi bizə verməlidir 41 nəfər. Bax, indi burada belə deyək. Burada bir-bir rəqəmləri atıb yoxlamalısan. Mən K-ya 1 ata bilərəmmi?
Bax, məsələn, K-ya 2 ata bilərəmmi sizcə? K-ya ümumiyyətlə cüt ədədlər atmaq problem yaradır. Niyə görə? Bax, K-ya 2 atsam mən, 2 vur 5 eləyir 10. 41-dən 10-u çıxsam eləyir 31. 31 2-yə bölünmür. Axı kişilərin, qadınların sayı filan bunlar nə olmalıdır? Bunlar tam ədədlər olmalıdır da, düzdürmü? Ona görə nədir məsələ bizdə? Bunlar K-ya cüt ədədlər ata bilməzsən. Məsələn, K-ya 2 yox, 4 atson. 5 vur 4 olur 20. Yerdə qalır bunlar 21 nəfər. Bunlar 21 nəfər olmaz axı. Yəni K-ların sayı cüt olmaz. K-ya ancaq tək ədədlər ataram mən. Bax, mən K-ya 1 atsam, 5 vur 1 eləyir 5. 31-dən 5-i çıxanda 36 eləyir. 2 qadın 36-dırsa, qadın deməli 18-dir. Baxıram bir dəfə K-ya 1, 2 atam, cüt ədədə deyildi atam məni. K-ya bir dəfə 3 atsam, 3 vur 5, 15. 41-dən 15 çıxanda 26. 2 qadın 26-dırsa, qadınların sayı 13. K-ya bir dəfə atıram 5. 5 vur 5, 25. Yerdə çatışmır 16. 2 qadın 16-dırsa, qadının biri 8-dir. Zaten belə də baxsan, kişilər 2-2 artır da, 1, 3, 5, indi olacaq 7. Bu qadınlar isə 5-5 azalır. 18, 13, 8. Buna 7 atanda bu həqiqətən olacaq 3. 3 yox, bir dəqiqə. 5-5 azalır da. Hə, 3 olur. Həqiqətən baxaq. 7 vur 5, 35. 35 üstə 6 gəlməliyəm. 2 qadın 6-sı, qadın 3-dür. K-ya 9 ata bilərəm mən. K-ya 9 atanda 9 vur 5, 45 eləyir. 41-i keçdi. Və bizim ehtimallarımız bunlardır. Yəni kişilərin sayı 1 nəfər, 3 nəfər, 5 nəfər və 7 nəfər ola bilər. Uyğun olaraq da qadınların sayı 18, 13, 8 və 3 nəfər ola bilər. İndi siz bir dənə tapın ki, hansılar mütləq doğrudur. Bunu indi özünüz tapın. İki ilə 4-dür də mənim mütləq doğru olan. 1 ilə 4, yalnız 2 ilə 4 daha doğrusu, 2, hə? 2 ilə 4. Bəli. 2 ilə 4. Aha. Mən elə görürəm. Baxaq deyək. Birinci, bu arada bunlar tapdıqlarım K-ların qiyməti idi də, yəni. Birinci İmralı üçün kişilərin sayı 10-dan az olub, bəli. Ya 1, ya 3, ya 5, ya 7-dir. 2-də deyir ki, sənəd qəbulunun ilk 2 günündə müraciət ümumi sayı 50-dən çox olub. İlk 2 gündə deyəndə, yəni nə qədər ilk 2 gündə nə qədər kişi gəlib? 6K, kişilərin sayı 6K olub. Qadınların sayı olub 3K. Deyir, ilk 2 günündə 50-dən çox olub. Gəl bir dənə yoxlayaq. Bax, gəl bir dəfə bunu yoxlayaq, bir dəfə də bunu yoxlayaq. Alınsa deməli ortalarda da alınacaq. 1 olsa 6 vur 1 eləyir 6 üstəgəl. Qadın da 18 olsa 18 vurur 54. Bəli, həqiqətən 50-dən çox oldu. Bunu da yoxlayaq. 6 vur 7 42 üstəgəl qadın da 3 deyir 3 vur 3 9. Bəli, minimum olur 51 nəfər. Yəni 51 ilə 60 arası dəyişir bunların sayı, bəli. Bu da doğrudur. 2 4. Bir dənə 3-də var. 3-ə baxaq görək nədir. İkinci gün müraciət edən qadınların sayı 10-dan çox olur. İkinci gün müraciət edən qadınların sayı deyəndə 2Q-dan söhbət gedir. 10-dan çox olur. Bax, bunları 2-yə vuranda, bax, bu ödəmir. 3 qadın şərti ödəmir. 3-də axı 3-ü 2-yə vuranda ikinci gün 6 qadın da ola bilərdi. Bəli, burada bu şərt mütləq deyil. Ola da bilər, olmaya da bilər. Bəli, yalnız 2 və 4 düzdür. Və əsas bax, bu sistemi qurandan sonra qalanlarını zaten tapmaq şeydir, rahatdır. Burada başqa şübhəli olan variant var. 1 ilə 5-dən misal üçün. Varsa səhvi deyil. Yoxsa ötürək getsin.
Deməli, baxırıq bağlantılar sualına. Deməli, burada nə edirik? Birinci neydən neçə xətt çıxıb onları yazırıq. D-dən 4 xətt çıxıb, T-dən 3 xətt çıxıb, Y-dən 2, K-dan 3, N-dən 3, M-dən 3, C-dən 3, B-dən 2, H-dan 4, buradan 3, buradan 4, buradan 4. Eyni şeyi burada yazırıq. Bundan 3 xətt çıxıb, bundan 3, bundan 4, buradan 2, 4, 3, 2, 3, 4, 3, 4, buradan da 3. Bunu yazdıq. İndi biz nə edirik? Misal üçün, baxaram, 2 xətt çıxanlar azdır da, 2 dənədir. Y ilə B. B birləşib 4-ə və 3-ə, 4-ə və 3-ə. Bu isə birləşib 3-ə və 3-ə. Taparam da hansı-hansıdır. Rahat tapmaq olacaq bunu. Misal, bu nədir bizdə? 3-ə və 4-ə birləşib. 3-ə və 4-ə birləşən hansı idi? Bax, B hərfi. Bu avtomatik B hərfi. B hərfi. Aha. B-nin birləşdiyi 3 xətt çıxan C-dir. Deməli, bu xanamız C-dir. B-nin birləşdiyi 4 xətt çıxan H-dır. Bu xanamız da oldu H. X-i tapdıq H. İndi C-dən 3 xətt baxın. C-nin birləşdiklərindən B ilə H tapmışam. Bir dənə qalıb M. Bəli, C-nin digər birləşdiyi xana M-dir. Bura olur M. M-in birləşdiyi 3 xətt çıxan N-dir. 4 xətt çıxan A-dır. A-dan N-ə birləşib də bu. 3 xətt çıxan N-dir. M-in birləşdiyi 3 xətt çıxan N-dir. Zaten tapıldı. X-imiz H-dır. Y-imiz N. Bu da normalda olur A. Misal, burada istəyiyoruz bu 2 xətt çıxanı tapmağa ehtiyac qalmadı. Bu olurdu Y. Belə-belə tapıb getmək olur. Baxmayaraq ki, çətin oxşuyur, amma düz bunlar bəzən biraz vaxt aparır, amma bu daha sadə yolla tapıldı. Bu oldu belə. Zaten bəzən bu qədər sadə suallar da olur. Burada bucaqların sayı, bax, bu 0 bucaq, 4 bucaq, 0, 3. 0, 4, 0, 3 yazıb bura. 0, 4, 4. 0, 4, 4. İndi 0, 4, 3 olacaq 0, 4, 3. Yəni Y variantı. Bunlar heç, bunlar lazım deyil. Burada nədir cavab? A olur da mənim biraz. A bənd. Elə bəli, elə bir dənə xəttə görə tapmaq olur. Bax, bu xətt daha var da burada. Bu niyə olsun ki? Bu niyə olsun ki? Bu niyə olsun ki? Bu da niyə olsun? Bəli, cavab olur A variantı. Bir xəttə görə rahatlıqla tapmaq olur. Burada nədir?
Yo, topla vur 2 ödəmir axı. Burada bax bunu 1-ə vurursan, bunu 2-yə vurursan, bunu da 3-ə vurursan. Alınan cavabları toplayırsan, yazırsan ortaya. Mesela 1-ə vurursan 1, bunu 2-yə vurursan 2, bunu da 3-ə vurursan 3. Toplayanda olur 6. Bunu 1-ə vururam 20, bunu 2-yə vururam 14. 20 üstə 14 edir 34. Bunu da 3-ə vururam olur 45. 34 üstə gəl 45 olur 79. Bu sual çox asan sualdır. Düşmüşdü sentyabr imtahanında. Eyni sual imtahanda var idi. Sentyabr imtahan suallarını yaxın günlər ərzində paylaşacağam mən. Bu sual da olacaq orada. Burada nə olar? Variantları bunlardır. A olar mənim burada. A bəndi. Bəli. Güzgü əksi, düzdürmü? Bunu ortadan bölürsən, solla sağ olur bir-birinin güzgü əksi. Bax, bunun güzgü əksi bu. Bunun güzgüsü bu. Bunların güzgüsü bu. İndi bax, bunun güzgüsü zaten budur. Bir də bunun güzgüsü lazımdır. Yəni, bəli, olur A variantı. Deməli, 12 hədəfin hamısını vurmaq 90 xaldısa, tabaram ki, bir dənəsini vurmağa neçə xaldır? 90-ı bölərəm 12-yə, eləyər 7,5. Deməli, bir dənə hədəfi vurmaq 7,5 xaldır. 12-sini vurub 90 xal qazanamsa, 90-ı 12-yə bölürəm, deməli, bir dənəsini vurmaq 7,5 xal. Hər bir hədəfə yalnız bir dəfə atəş açmaq olar. Hər bir uğursuz cəhdə görə bir uğurlu cəhdin nəticəsi qazanılan xalların 1/3 çıxılır. Yəni, bir uğurlu cəhdə 7,5 xal qazanıram axı. Bunun 1/3, 7,5-in 1/3 eləyir 2,5. Yəni, bir dənə doğru hədəfə vursan 7,5 xal qazanırsan. Bir dənə hədəfi qaçırtsan, vura bilməsən 2,5 xal silinir. Deyir ki, 12 dənə cəhdin 5-i uğurlu olan atıcı neçə xal toplayar? 12-sinin 5-i uğurludur. 5 dənə uğurludursa, 5-i vuram 7,5-ə. Olur 37,5. Bu getdi. 37,5, bəli. 12-sindən 5-i uğurludursa, yerdə qalan 7-si uğursuzdur. 7 dənə uğursuzdursa, hər uğursuz 2,5 verir axı. 7-ni vuram 2,5-ə. Eləyir 17,5 xal silinməlidir bundan. Bu qədər xal qazanıb 17,5-də çıxmalıdır. Bu qədər sınaq vura bilməyib, bunları çıxanda eləyir cavabı 20. Yəni vurduqlarından əlavə vura bilmədiklərinin də xal etir axı. Səhv düzə aparmaq söhbəti kimi. Çıxanda qalır 20.
Verilen açılışa uyğun olmayan variantları seçin. Mesela 2 yanlışdır. Hələ 2-ni götürəcəm yəni. 2 yanlışdır. Uyğun olmayan deyir. Niyə? Bax bu bir var ha, bir. Birin, bax bir budur da ha. Tamam, birin yuxarısında A olacaq. A-nı bir dəfə aşırsan bura, A gəlib yanacaq belə. Düzdür. Amma birin solunda C olmalıdır. Burada birin sağında C veriblər. Burada birin sağında bax bu B olur. B gəlib yanır bu formada. Bu yana aşıb gələndə. Birin sağında C var. Halbuki birin bu ağzı var ha. Bax birin bu ağzı. C-yə baxmalıdır burada. Elə deyil. Tərsinə verilib. 2 yanlışdır. 4 də yanlışdır. 4-də yanlış nədir sizcə? 2 ilə 1 görünə bilməz. Ağac 2 ilə 1 qarşı üzdür. Eyni anda nətər görünsün? Bəli. Həm də ki, bax 2-nin yuxarısı nəyə baxır? 3-ə. Burada 2-nin yuxarısını B-yə baxmış veriblər. 2-nin yuxarısı ancaq 3-ə baxa bilər, B-yə yox. 2 ilə B, B olur belə. Həm də bax bu B-nin, bu B budur da. B-nin solunda 3 olmalıdır. Burada 2 verib. Həm də ki, bəli, 2 ilə 1 eyni anda görünə bilir. Uyğun olmayanlar olur bunlar. Burada nədir? B variantıdır da. Yox. B mi? B, B. Hı -hı. Niyə görə? Sürücü olaraq da avtobus sərnişin olmaz. Sürücü Hı -hı. avtobus yaratmır da mən. Belə də baxa bilərəm. Məsələn, B-də amma müəllif daha kitab dəqiq, yaradır. daha dəqiq Şirniyyatçı əlaqədar. tort yaradır. Digər hər birində mənim elə bir yaradıcısıdır. Yəni yaratdığı şeydir, digəri də yəni istifadəçisidir də, belə gedir. Bax burada necə olur əlaqə? Bax müəllif kitabı özü yazır. Yəni özü şey eləyir də, başdan, yəni özü qurur, yaradır kitabı oxucu üçün. Şirniyyatçı tortu özü hazırlayır. Yəni tort şirniyyatçının sayəsində hazır olur, yaradılır. Müəllim mühazirəni özü yaradır. Dərzi də paltarı özü tikir. Sürücü avtobusu sürür də, amma avtobusu özü yaratmır ki. Avtobus yəni kitabı müəllif özü istehsal edir. Tortu şirniyyatçı amma avtobusu sürücü istehsal eləmir. O yaratmır. Ona görə də cavab nə olur? Cavab ona görə də olur B variantı. Burada özü yaratma söhbəti. 19. Fibonacci kimi gedir. Ədədlər ardıcılığı da mən Fibonacci. Bəli.
1, 2, 3, 5, 8, indi 13 olmalıdır. 13 olan da C də var, D də var. Hansı olacaq? C ardıcıl gəlməlidir. C olacaq. Ardıcıl olmalıdır B, C variantı. Çünki bax, hər dəfə yuxarıdan belə də olur da indi. Bunlar da olub, bu da olmalıdır C variantı. D-də sütunla doldurublar. Hamısı axı sətirlə də olurdu. Ona görə olur C variantı. Fibonacci ədədlər ardıcıl. Burada nədir? Bəli, sadəcə cümlə qurmaq lazım analogiyalarda. Alim elmlə məşğul olub tədqiqat aparır. Müəllim də təhsillə məşğul olub təlim aparır, təlim keçir. Alim elmlə məşğul olur, müəllim də təhsillə məşğul olur. Alimlər tədqiqat aparır, müəllimlər də təlim keçir, təlim aparır. Başqa şübhəli variantı olan var? Kimsə niyə görə filan variant deyil? Hı -hı. 21. Deyir ki, qrafikdə imtahanda yüksək nəticə göstərən qız və oğlanların sayı əks olunur. Aha. Hansı deyir mütləq doğrudur? Bunlar oğlanlardır, bu birilər qızlar. Diaqrama baxıram ki, bu 100-150 arasıdır. Bu isə 130-150 arasıdır. Onda mən məsələn bu 170-dən 69-a çıxanda nə alıram? Alıram 101. Bu 101 nəfər oğlan tapdığım nədir bizdə? Hansı hissədir? 100-dən 130-a qədər olan da var. 100-130 hissəsi. Bəli. Bu çünki opşu 100-150-dir. Bu 130-150-dirsə, 170-dən 69 çıxanda olur 101. Bu 101. Bəli, 100-130 bal arası yığanlardır. Nə isə belə-belə lazım olsa taparıq. Hansı mütləq doğrudur? 130-150 bal toplayanların sayı 100-129 bal toplayan sayılarından azdır. 130-150 bal toplayanlar bunlardır. Yəni toplayanda olur 104. 100-130 yığanlar isə belə deyək də, bax bunların cəmini eləyir 312. Bax 312 nəfər ümumi 100-150-dir. Bu isə 130-150-dir. Onda bundan bunu çıxanda eləyir 208 nəfər. 208 nəfər deməli 100-130 arasıdır. Deyir ki, bu düzdür da, yəni hələ A bəndi. 130-150 bal toplayanların sayı 100-129 bal toplayan sayılarından azdır, düzdür. Çünki 130-150 bal toplayanların 104 nəfərdir. 100-129 bal toplayanlar isə şeydir. Nədir onun adı? 208 nəfər elə A bəndə olursa. B bəndində də baxaq da müəllim. İmtahanda iştirak edən oğlanlar qızlardan çoxdur. O da doğru deyil. Bir dəqiqə oğlanlar. Bir dəqiqə. Bilirəm şərtdə nə deyir? Yox, səhvdir o. Siz niyə səhvdir? Çünki Yəni, bax bu diaqram nə verir? Bax yüksək nəticə göstərənlərin sayını verib də, hə? 100 baldan aşağılar haqqında sənin məlumatın var? xeyr. 100 baldan aşağı olan tələbələr də var axı. Çünki burada ancaq sırf yüksək nəticə göstərənlər verib sənə. Bəlkə 100 baldan aşağıdakılarda aləm deyib bir-birinə, orada oğlanlar qızlardan daha azdır opşi. O söhbət vardı, ona görə B-ni götürmürük. Bəli, müəllim. Düzdür? Bəli, bəli.
Ona görə. Əslində mən də B-yə baxdım, hələ ona görə yuxarı qalxdım ki, görüm yəqin burada yüksək nəticə göstərənləri ya da az nəticə göstərənləri verir. Bəli, qalanları zaten A bəndi düzgün olur. B-də də sıxıntı o yüksək söhbətidir. Yəni burada ancaq yüksək. Məsələn, burada 100 baldan aşağı bəlkə 10 min nəfər adam var, bilmirsən onu. 22. Y bəndi deməli. Bəli, bu gedir Fibonacci ədədlər ardıcıllığı ilə. Bu ikisinin cəmi bunu verir. Bu ikisinin cəmi 17 verir. Hamısı mərkəzə doğru Fibonacci gedir. Bəli, 3-ün üstünə indi 7 gəlməliyəm olsun 10. 10-la da 7-nin cəmi bəli olur 17. Mərkəzə doğru hamısı gəlir, gedir Fibonacci ilə. Burada nə olacaq? B bəndi deməli. Elə bu da bayaqki, bax bu xətt var ha. Bu xətt daha olmamalıdır. Elə bu xəttə çıxan kimi cavab B variantı qalır. Hamısında bu xətt səhvdir. Bəli. Bu da asan sualdır. Hər dəfə bir fiqur olmalıdır. Bax 5 fiqurun 5-i də olmalıdır. Burada çatışmayan fiqur üçbucaqdır. Burada çatışmayan fiqur paxlavadır. Burada çatışmayan fiqur qara dairədir. Cavab olur bunlar. Üçbucaq, paxlava, qara dairə. Hərəsindən bir dənə olmalıdır. Deyir, ABC məktəb ləvazimatları satılan mağazadan müxtəlif əşyalar almaq istədilər. 3 nəfər adamdır. Onlardan birincisi kitab, ikincisi qələm, üçüncüsü dəftər almaq qərarına gəldi. Mən yazıram. A, B, C. Bu sual da işləmişik deməli. İşləmişik bunu. Bəli. Bu əslində hə, bax bu cür yazanda rahat gedəcək. A kitab alacaqsa, B dəftər alacaq. Onda C-yə də qalır qələm. B kitab alacaqsa, C qələm almayacaqsa, qələmi bu almırsa, bu alır. Buna da qalır dəftər. A dəftər alacaqsa, C kitab almayacaqsa, kitabı bu alır. Buna da qalır qələm. İndi deyir almaqla hansı B kitab almayacaqsa, B kitab almayacaqsa, deməli dəftər alacaq da. Çünki kitab almaz. Hansı doğrudur? C qələm alacaq. Yoxdur axı orada. B dəftər alacaq deyir. B dəftər almalıdır, hə. Bu cür yazanda rahat gedir. Çox sadə sualda əgər bu cür düzgün yazsan. Balıqçıda tordur, olacaq qəssabda da balta. Balıqçının aləti tor, qəssabın da aləti olacaq balta. Ha, burada bu səhvə qalıb. Bu da asandır. Fiqurlar hər dəfə bir tık sağa keçir, yaxud sola keçir. Baxırsan bunun gedəcək. Deməli, deyir ki, düstura görə A dəyişəni yalnız B və C dəyişənlərindən asılıdır. Yəni B ilə düz, C ilə tərs mütənasibdir. Mən A-nın B ilə düz, C ilə tərs mütənasib olduğunu bilirəmsə, bunun düstur kimi necə yazaram? Onu bax kəsr kimi yazırsan. Yəni A bərabərdir. B ilə düz, C ilə tərs deyil. B bölünsün C. Düz tərs bu olur. A B ilə düzdür, C ilə tərs. O deməkdir ki, B-nin qiyməti artanda A-nın da qiyməti məntiqlə artacaq. Tərs odur ki,
C-nin qiyməti artanda A-nın qiyməti azalacaq. Yaxud bu azalanda bu artacaq. O söhbət. Deməli, A B ilə düz, C ilə tərs bax düstur format olaraq olur belə. Bir də belə suallarda həmişə bir dənə ədəd olur. Hansı ki K ədədi, onu sən bilmirsən. Onu tapmalısan. Deyir ki, A 700 olduqda yazıram qiyməti yerinə 700. C 10 olduqda B 350-dirsə, düsturda yerinə qoyuram. Baxıram ki, axı 350-ni ona böləndə 35 eləyir. 700 eləmir. Bu 35-i 700 necə eləyə bilərəm? 20-yə vurmaqmı? Mənim düsturumda 20 vurulsun var. Axırda vur 20 var. Çünki yerinə qoyanda axı 700 eləmirdi. 350-ni ona böləndə 35 eləyir. 35-dən də 700-ə gəlmək üçün sən 20-yə vurmalısan. Deməli bizdə B böl C vur 20. Yəni sabit ədəd 20-dir. Bunu tapandan sonra yerinə qoyub hesablayırsan digərində. Deyir ki, indi 350-dirsə A 500 yazıram. 500 bərabərdir. C 20 olduqda C 20-dir. B-nin qiymətini tapım. B-ni tapacam. Bir də vur 20 var idi düsturun özündə. Zaten 20'lerin özü yedir. Cavab qalır 500. Olur bu qədər sadə. Bitti getdi. 27 nə olar? Müəllim, ya A olur ya da ki C. A bəndidir. Hə, Teqrun başındakı ilə sonundakını ayırır. Bəli. Bu fiqur, ana fiqur nə olur? 90 dərəcə sağa dönür. Bu fiquru 90 dərəcə döndərəm olur belə. Bu fiquru 90 dərəcə döndərəndə ya A-dır, ya B-dir, ya da Y-dir. Baxıram ki, bax, bu bayaq 90 dərəcə bucaqdan çıxmışdı. İndi isə 90 dərəcə bucağa dönür. Ora gəlir. Bu buradan çıxmışdı, indi bura gəlməlidir. Yəni Y səhvdir. Bir də bax, oxların ikisi də başda idi. Çöndə oldu, biri başda, biri ayaqda. B-də olmaz axı, ikisi də burada olmaz. Biri başda, biri ayaqda olmalıydı. Bəli, olur A bəndi. Bu da rahatdır. Misal 9 görən yerdə 83 görsənsə 100% kvadratlıdır. 9-un kvadratı 81, 85 gəlmək üçün 4 lazım. 4 dənə də bunun kvadratı. Yəni kvadratları cəmini toplayırsan. 36 üstə gəlir 1 olur 37. İndi 49 üstə 16 gələcəm olacaq 65. Kvadratlarının cəmi. Deməli. Burada nə olar? Bax, birinci şəkildən ikinci şəklə keçəndə nə olur? Sadəcə rənglər dəyişir. Bundan buna keçəndə sadəcə rənglər dəyişir. Bəs bu fiqurdan bu fiqura keçəndə nə olur? Bu 90 dərəcə fiquru sola döndü. bunu sola döndərərəm, 90 dərəcə alınır bu. Bu fiqur gəlib düşür bura. Yəni bu fiquru 90 dərəcə döndərərəm sola. Və bundan buna keçəndə sadəcə rəng dəyişdi. Bundan buna keçəndə isə fiquru 90 dərəcə sola aşırdırsan. Bax, burada rəngləri dəyişdirəndə A bəndi deyil. Birinci fiqur səhv verilir. A deyil. B ola bilər falan. Ha, Y də deyil. Üçündən biridir. İndi elə bir variant seçmiş ki, bax, məsələn, bu fiquru sola döndərəndə görüm hansı alınacaq. Bunu sola döndərəndə bax, bu aşağıdakı gəlib bura düşməlidir, düşməyib. Bu özünü veriblər. B Evet. bəndi deyil.
D bəndi olur da, düzdür? Bax, bu fiquru sola döndürəndə, bax, bu üç bucağım gəlib düşür bura. Bax, bu iki dənə üç bucağım gəlib düşür bura. Bəli, D bəndi olmuş olur. Bizdə B ilə G-nin qiymətlərini istəyir. Bilirəm ki, YG-sını 1-ə vuranda 234 eləyibsə, YG-sı hələ 234-ün özüdür. 234. Gəl bu ulduzları tapaq. 4 gəlib düşüb aşağı. 3-ün üstünə nə gəlsəm 7 eləyər. Təbii ki, 4-ün özünü. Bu oldu 4. Bu oldu bizdə 4. Üstə gəl 4 oldu 7. İndi 2, 0. Burada 0 olmalıdır. 2, 0, 0-ın cəmi bizə versin 2. 7 üstə nə gəlsəm 11 eləyər. 4. 4 üstə gəl 7, 11. 1 yazıram. 1 yadda. Onda burada 1 də. 1 üstə gəl 1, 2. O da 1 yadda 3. Belə olur. Burada oldu dedik 0. İndi bu 1404 necə alınıb? Bax, bu 234-ü G-yə vuranda eləyir 1404. Onda G neçədir? 1404-ü 234-ə bölərəm. G-nı taparam 6. B 6-dır. 234-ü də B-yə vuranda 1170 edirsə, bu da 5-dir də. 234-ü 5-ə vuranda 1170 eləyər. B 5-dir, G 6-dır. Bu 5, bu da 6. Yəni elə də çətin sual deyil bu. Olur belə. Bu necə olacaq? Altmış altıdır mən. 28 Yox, yox. çıxırıq da. 28 çıxır. Bax, 4 üzvünün 73 yaşı yoxdur. 7 il bundan əvvəl deyirsə, ailədə 4 nəfər deyil, 4 vur 7, 28 çıxmasa. Çünki hamı 7 il əvvələ qayıdır. 4 nəfər deyil, A da 7 il bala, ana da 7 il balacalaşır, ata da 7 il balacalaşır, nənə də 7 il balaca uşaq. Yəni yaş məsələlərində ilin sayını vurursan adamların sayına. 7 vurdur 28 çıxmasan bundan. Bundan 28 çıxanda olur 45. Əsas məsələ yaş məsələlərinin ilin sayını vurursan adamların sayını. Bu nədir? Karbon qazı fotosintezdə udulur, oksigen də tənəffüsdə udulur da. Bəli. Karbon qazı fotosintezdə rol oynayır, oksigen də tənəffüs prosesində. Bu ardıcıllıq uzun olanda adətən 2 dənə sual işarəsi olanda intervallı ardıcıllıq olur. 75, arada 2 dənə buraxırsan 55, arada 2 dənə buraxırsan 35, arada 2 dənə buraxırsan 15. Bunlar hər dəfə 20 vahid azalır. Digəri 65, arada 2 dənə buraxırsan 45, bu da 20 azalır. 2 dənə buraxırsan 25, 2 dənə boşluq buraxanda 20 azalanda bura olacaq 5. Və son olaraq axırıncısı isə hər dəfə 5-ə vurur. 2, 10, 50, 5-ə də vuranda olur 250. Cavab olur 5 ilə 250. Yəni C variantı. Olur C variantı. Bu heç bu lazım deyil. Eksperiment laboratoriyada aparılır, futbolda stadionda oynanılır, aparılır belə. Toplama cədvəli verilib. A üstə gəl B bərabərdir C üstə gəl 8-ə. A üstə gəl C
bərabərdir. B üstəgəl 6-ya. B üstəgəl C də bərabərdir A üstəgəl 4-ə. O yazdıq. İndi bizdən B üstəgəl C-ni istəyir. Mən gəl tərəf-tərəfə toplayım. Olsun 2 dənə A, 2 dənə B, 2 dənə C. Burada da A, B, C var. Daha sonra çıxanda lap yazaq bax. 2A üstəgəl 2B üstəgəl 2C bərabərdir. A üstəgəl B üstəgəl C üstəgəl bir də 18. 2A'dan A'nı çıxırsan, 2B'dən B'ni çıxırsan, 2C'dən də C'ni çıxırsan, burada sadəcə qalır A üstəgəl B üstəgəl C. Bərabərdir bu 18-ə. Misal üçün, biz gəl belə eləyək. A üstəgəl B-nin yerinə qoyaq C üstəgəl 8. A üstəgəl B-nin yerinə qoyuram C üstəgəl 8. Üstəgəl C bərabərdir 18. 2C bərabərdir 18-dən 8 çıxıram 10. C-ni tapıram 5. C 5-dirsə, daha hamısı tapılır onsuzda. Götür burada C-nin yerinə 5 qoyuram. A üstəgəl B olur 13. C oldu 5. Yəni yazıram ki, A üstəgəl B 13 oldu bizdə. Burada da C-nin yerinə məsələn 5 qoyaq. Buradan nə tapıram? Buradan tapıram. Məsələn, gəl burada C-nin yerinə 5 qoyaq. Burada olur ki, onda A çıx B bərabərdir. Bunu da keçirdən bu üzrə 1. Cəmi 13 fərqi 1 olan ədədlər 7 ilə 6-dır. Bu 7, bu 6-dır. Daha hamısı tapıldı da onsuz da. B də 6 imiş. Bu 6, bu 5 toplayanda da olur axırda 11. Yəni bu tənliklərdə birini tapan kimi hamısını tapmaq olur. Çətini bir dənə ədədi tapmaqdır. Hansısa birini tapdın, götürüb yerinə qoyub digərləri ilə də nə etmək olar? Tapmaq olar. Qırx səkkiz. Deyir ki, bu qatlanma hansı açılışdakı kağıza uyğun gələ bilər? Bu cür qatlanma. Baxaq gör. Adi normal dördlü qatlanmadır. Deməli. Misal üçün dördlü qatlanma deyil. Bax bir dəfə bunu belə qatlamışam. Yəni buradan belə bir xətt düşüb ortaya. Bir dəfə də bunu belə qatlamışamsa, yəni buradan belə bir xətt düşüb. Yəni bunu 4 yerə bölüb baxmaq olar. Misal üçün A bəndində problem Yuxarıdakı görək. ilə, yəni aşağıdakı deyil. Necə? Yuxarı tərəflə aşağı tərəf eyni olmalıdır. Yuxarı tərəflə aşağı tərəf eyni olmalıdır. Bir də bu tərəflə bu tərəf eyni Hə, olmalıdır. bəli. Yəni 4 yerə bölüb hamısı eyni şey olmalıdır burada. Çünki bunu aşağıdan yuxarı qatlayanda belə bir qat düşür. Bunu da buradan sağdan sola qatlayanda belə bir xətt düşür. Elə bil ki, oxşu üstəgəl kimi çəkib tapmalısan. Bizə A birincidə görək, simmetriya pozulurmu? Burada hər şey düzdürmü? Məncə düzdür. Burada heç bir problem yoxdur. Simmetriya qorunur. İkincidə problem varmı? Bax, bu fiquru Bəli, görürsünüz. müəllim. Bu fiqur burada olmalı idi. Bax, bu Sağ fiqurun tərəfdə oxşar. yox. Bəli. Bu fiqur burada yoxdur. Bax, həmçinin bu fiqur da burada yoxdur. Deməli, bunda səhvlik var. Bir doğrudur. 3-də. 3-də problem burada yoxdur, amma burada problem var. Nədir? Bax, bu dırnaqlar var ha. Bu xəttlər. Bu xəttin əksi gəlib bura düşməli idi belə. Yoxdur. Yaxud bu xəttin əksi gəlib bura belə düşməli idi. Yoxdur. 3 də səhvdir. 4-də sıxıntı 4 amma yoxdur. düzdür. 4 düzdür. 5 ilə 6-dır. 4 də 5 səhvdir mənim. 5-də problem yoxdur. Yoxdur. 6-da problem yoxdur. Olur 4-də 1, mənim 4. güclərdə problem var idi.
Hansında? Yox, yox. Yoxdur. Bunlarda? 4-də Bunlarda deyirdin. Yox, Yuxarıda 4-də çox deyirdin. var. Problem yox. yox, problem yox. Bax 4, 6, 5, bir də oldu 1. 1, 4, 5, 6. Bu olur belə. Mən sizə qarışıq test göndərəcəm. Onun izahını da göndərəcəm. Onu yazarsınız əsas. Belə. Yəni əslində belə baxanda ümumi baxanda bu o qədər də çətin test deyildi, düzdürmü? Olur belə. Bunun başqa bir Yəni sabah versiyasını mən, dərsimiz aha, bəli, sabah dərsimiz olacaq. olacaq. Bəli, Yəni bəli. sınavda olan sualların izahına hardan baxa bilərik? Təzə sınavdakı. Bəli, bəli. Onu çəkmişəm 6 dənə, yox 5 ya 6 dənə sual qalıb onu çəkməliyim. Onu çəkib sabaha hazır eləyəcəm. Sonra çəkib birləşdirməliyəm onu. O sınavdan elə bil ki 5-6 dənə sual qalıb çəkməliyim. Onu çəkib birləşdirib YouTube-a atıb göndərəcəm linkini sizə. Necə oldu sınaq?